Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Siyanda tutmuş məkan namusunu hiss etməyə. Ümumilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 45 nəfər gömrük orqanlarında xidmətdə yeni qəbul olunmuş gənc əməkdaş and içib. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Gömrük Xidməti General-mayoru Vüqar Əliyev and içən əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda onlara uğurlar arzulayıb. Vurğulanıb ki, mərasiminiz ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bir dövrə təsadüf edir. Bu günlər Azərbaycan xalqının ümumilli lideri, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin ehtiramla yad edildiyi günlərlə üst-üstə düşür. Onun müəyyən etdiyi siyasi kurs nəticəsində ölkəmizdə güclü dövlət idarəçiliyi formalaşıb, gömrük xidməti isə milli təhlükəsizliyin və iqtisadi müstəqilliyin əsas sütunlarından birinə çevrilib. Bildirilib ki, bugün siz yalnız bir and içmədiniz, həm də dövlətçiliyin keşiyində dayanan şərəfli bir xidmət yoluna qədəm qoydunuz. Bu yol sizdən sədaqət, iradə və peşəkarlıq tələb edir. Əminəm ki, siz bu etimadı layiqincə doğruldacaq, ölkəmizin inkişafına öz töhfənizi verəcəksiniz. Sonra gömrükçülər ümumilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələr düzüblər. Sonda gömrükçülər Heydər Əliyev muzeyi ilə tanış olublar. Həsən Məmmədov, Tərlan İbrahimova, Azər Həsənov, NTV Xəbər.